Əgər İmam Əhməd sual verir, İmam Əhməd rahimehullah təala xəbəri sifətlərə məna vermirdisə, bəs nə üçün onu müşəbbihə sayırdılar? Nə üçün onu mücəssimə sayırdılar? Kim üzün mənasını dəyişdirərsə, artıq inkara yol vermiş olar. Bəs heç məna yoxdur. Deyir ki, kim üzün mənasını dəyişdirərsə. Deməli, zahirdə bir məna var ki, onu dəyişdirmək mümkün ola bilir. Ona görə də Xəlləl bu sözü hətta İmam Əhmədə izafə edir də. Deyir ki, İmam Əhmədin etiqadı budur. Kim üzün mənasını dəyişdirərsə, artıq inkara yol vermiş olar. Rəvayətin məna baxımından araşdırılmasına baxdıq. Rəvayətin mətn baxımından araşdırılması. Rəvayətin, Yeni Həmbəlinin gətirdiyi həmin bu rəvayətin mətn baxımından araşdırılması. Bilmək lazımdır ki, bu rivayət Həmbəl ibn İshaq yolu ilə İmam Əhməd rahimehullah təalədən nəql olunmuşdur. Həmbəl ibn İshaq, həmişə dediyimiz kimi kimdir? İmam Əhmədin yaxın tələbələrindən biridir və həmçində əmisi oğludur. Bu, Yeni Həmbəlin gətirdiyi bu rivayət, bu bir dənə rivayət deyil. Təsəvvür edin ki, bu rivayət özündən başqa 3 dənə müxtəlif ləfzlə də rivayət olunub. Toplam 4 dənədir. Birini bu Yeni Həmbəli gətirib. 3 dənə daha var, hərəsi də müxtəlif ləfzlərlə gəlib. Hərəsi də müxtəlif ləfzlərlə gəlib, sifətlər mövzusunda. Misal üçün, bu Yeni Həmbəlin, indi görəcəksiniz özünüzdə. Yeni Həmbəlin gətirdiğində İmam Əhməd la ma'na və la keyfə, sifətin mənası yoxdur deyib. İkinci rivayətdə tam başqa bir söz deyib, üçüncüdə tam başqa bir söz deyib, dördüncüdə tam başqa bir söz. 4 dənə rivayətdir. Bu rivayətdən savayı 3 dənəsi var. Hərəsi də müxtəlif ləfzlərlə. Deməli, mətndə elə fərqlər vardır ki, yəni bu fərqlər üzərində dayanmağı və diqqətlə düşünməyi bizə zəruridir. Və bütün rivayətləri də ələ alanda əslində nə olduğunu görəsiniz. Bəzən bu rivayət ümumi şəkildə, bəzən bu rivayətlər ümumi şəkildə, həmin bu Yeni Həmbəlin gətirdiyi rivayət yoxdur. Toplam hamısı qeydsiz gəlmişdir və izaha ehtiyac var. Bəzən belə olur. Bəzən isə açıqlayıcı və şərh edici formada nəql olunaraq həmin ümumi qeydsiz rivayəti izah edici şəkildə gəlir. Dördü də bir-birini tamamlayır. Dördü də bir-birini tamamlayır. İlk öncə ümumi şəkildə varid olan rivayəti oxuyaq. Bu da elə həmin o Yeni Həmbəlin gətirdiyidir. Biraz öncə hansı ki o rivayəti oxuduq, bir daha oxuyaq. Əbu Bəkir Xəlləl deyir ki, Əli ibn İsa mənə xəbər verdi ki, Həmbəl ibn İshaq onlara belə rəvayət etmişdir. Mən Əbu Abdullahdan soruşdum. Allah Təbarək Teala hər gecə dünya səmasının enməsi, Allahın görülməsi, Allahın qədəmini cəhənnəmin üzərinə qoyması və buna bənzər rəvayət edilən hədislər barəsində nə deyirsiniz? İmam Əhməd buyurdu ki, biz onlara iman edirik və onları təsdiqləyirik. Nə keyfiyyət, nə də məna yoxdur, onlardan heç nəyə rədd etmirik. Bilirik ki, əgər səhih isnadlarla gəlmişsə, Rasulullah sallallahu aleyhi ve sellem gətirdiyi haqdır. Rasulullah sallallahu aleyhi ve sellemə qarşı sözünü rədd etmirik. Allah Teala özünü və ya Rasulü onu nə ilə vəsf etmişdirsə, ondan artıq bir şeylə vəsf edilməz, hədsiz və qayəsiz. Onun bənzəri heç bir şey yoxdur, o eşidəndir və görəndir. Vəsf edənlər onun sifətini layiqincə vəsf edə bilməzlər. Onun sifətləri ondandır. Biz Qur'andan və hədisdən kənara çıxmırıq. Necə deyilibsə, elə deyilik. Özü necə vəsf edibsə, elə də vəsf edirik və bundan irəli getmirik. Quranın hamısına, mühkəminə də, mütəşabihinə də inanırıq, iman edirik. Kiminsə çirkin görməsi və pis təəssürat yaratması səbəbilə onun sifətlərindən heç birini ondan uzaqlaşdırmırıq. Bu mücməl rivayət idi. İndi isə bu rivayəti açıqlayan 3 dənə müxtəlif ləfzlərlə rəvayət olunan rivayətlərə, nəqillərə keçək. Birincisi, həmin bu rivayətdir. Həmin bu rivayət dediyimiz kimi daha 3 dənə rivayət olunub və hərəsində də 3 dənə müxtəlif ləfzlər istifadə edib İmam Əhməd rahimehullah təala. Birinci rivayət. Həmbəl ibn İshaq deyir. Mən Əbu Abdullah Əhməd ibn Həmbəldən Peyğəmbər sallallahu aleyhi ve sellem rəvayət olunan bu hədislər barədə soruşdum. Allah gecənin son 3də birində dünya səmasına enir. Əbu Abdullah dedi, biz bu hədislərə iman gətiririk və onları təsdiq edirik. Əgər sənədləri səhihdirsə, onlardan heç birini rədd etmirik. Rasulullahın sallallahu aleyhi ve sellem sözünü geri çevirmirik və bilirik ki, Rasulun gətirdiyi hər şey haqdır. Sonra mən Əbu Abdullaha dedim, Allah dünya səmasına enir. İmam Əhməd dedi ki, bəli, Allah subhanahu wa ta'ala dünya səmasına enir.
Mən dedim, onun enməsi elmi ilədir, yoxsa nə ilədir? O isə cavabında mənə belə dedi. Bu barədə sus. Bu sənin nəyinə lazımdır ki? Hədis necə rəvayət olunubsa, elə də qəbul et. Keyfiyyətsiz və hədsiz. Bu yalnız əsərlərdə gəldiyi və kitabda bildirildiyi kimidir. Rivayətin ardı var, burada saxlayaq. Çox mühüm məqamdır. Fikir verin, burada İmam Əhməd tam fərqli bir söz deyir. Yeni Həmbəlin gətirdiyi rivayətdən tam fərqli bir söz deyir. Yeni Həmbəlin gətirdiyi nədir İmam Əhməd rahimehullah təala sifətlər mövzusunda? La keyfə və la məna. Keyfiyyət və məna yoxdur. Burada nə deyir? Keyfiyyətsiz və hədsiz. Və bu ifadə, İmam Əhmədin burada işlətdiyi ifadə, ona verilən sualdan sonra, sual nədir? Ravi gör nə deyir? Onun enməsi elmi ilədir, yoxsa nə ilə? Bu sual nəyə işarədir? Nəyə bizə göstərir? Bizə onu göstərir ki, ravi nuzul hədisi barəsində azacıq işgəl yaşayır. Çünki demək ki, Allah elmi ilə eləyir, yoxsa nə ilə enir? Yəni, bu nuzul hədisinin fəhmində azacıq işgəl var. Və belə olduğu halda bu məqam, qardaşlar, elə təfvidin dövrəyə girəsi məqamdır. Əgər təfvid haqdırsa, burada təfvid dövrəyə girməlidir. İmam Əhməd rahimehullah təala normalda raviyə deməli idi ki, nuzulun mənası qapalıdır. Buna sualı sən verirsən, Allah elmi ilə enir, yoxsa nə ilə enir? Nuzulun mənası hələ açıqdırmı ki, hələ sən deyəsən Allah elmi ilə enir, nə ilə enir, özü enir, elmi enir, mələk enir, rəhmət enir. Nuzulun mənası qapalıdır. Peyğəmbər nə murad edib biz bilmirik. Təfvid dövrəyə girməlidir əgər haqq idisə, məqamıdır. Çünki insan işgəl yaşayır nuzul hədisi barəsində. Amma biz nə görürük? İmam Əhməd nə deyir? Deyir, bu barədə sus. Yəni, belə demə ki, Allah elmi ilə eləyir, yoxsa nə ilə? Bu sənin nəyinə lazımdır? Yəni, bu məsələ danışmaq olmaz. Hədis necə rivayət olunubsa, elə də qəbul et. Nuzuldur, nuzuldur. Neynəmə? Keyfiyyətsiz və hədsiz. Nuzula keyfiyyət vermə və hədd vermə. Elə hədd də zaten keyfiyyətdəndir. Çünki nuzulu hədləsən, miqdar qoysan, nuzulun əvvəlini və sonunu hədləsən, bu zaten keyfiyyət olur. Yəni, hədd keyfiyyətdəndir. Və bir şey də qeyd edim, bu çox mühüm bir məqamdır. Yəni, bunu qeyd elə özündə bir yerdə. Xüsusən İmam Əhməd və ümumən sələf imamları dedikdə ki, sifətləri qəbul et, keyfiyyət vermədən. Nəyə görə keyfiyyət vermədən deyirlər, qardaşlar? Yəni, indiyənə kimi düşünmüsən, niyə deyirlər keyfiyyət vermə? Bunun çox bəsit və bəlli bir açıqlaması var. Keyfiyyət vermə, burada İmam Əhməd, həmçinin sələf imamları ona görə deyirlər ki, çünki bu sifətlərin zahirlərində məlum bir məna var. Ona görə sələf imamları deyir keyfiyyət vermə. Çünki keyfiyyət verməyin üçün sifətin zahirində məlum bir məna olmalıdır ki, sən oxşatmaya düşəsən. Və sələf imamlarda bu təhlükəni bildikləri üçün nə deyirdilər? Sifət gəldiyi kimi götür, əl, üz, göz, nuzul, istiva və s. Nə gəlib onu de, onu qəbul et, bir də neynəmə? Keyfiyyət vermə. Keyfiyyət vermə deməsi dəlildir ki, açıq aydın şəkildə. Zahirdə bir məna var. Çünki zahirdə məna olmasa, keyfiyyətə girmək olmur. Keyfiyyət təhlükəsində düşmək olmur. Oxşatmağa, təşbihə düşmək olmur. Təşbih qorxusu olduğu üçün sələf imamları nə deyirlər? Oxşatma. Nə gəlib onu götür. Zahirdəki məna ilə kifayətlən, bir də neynəmə? Oxşatma. Burada İmam Əhməd onu deyir. Bu barədə sus, bu sənin nəyinə lazımdır? Hədis necə rəvayət olunmuşsa, elə də qəbul et, keyfiyyətsiz və hədsiz. Yəni, nuzul necədir demə. Nuzul belədir demə. Bu yalnız əsərlərdə gəldiyi və kitabda bildirildiyi kimidir. Bundan sonra İmam Əhməd görün nə deyir? Oxumamışdan öncə son nöqtə. Yəni, bu hissə, rivayətin bu hissəsi bütün təfvid nəzəriyyəsini puç edir. Təfvid etiqadında olan bir insan belə bir söz deyə bilməz. Bu məqam elə təfvidin dövrəyə girmə məqamıdır, amma biz görürük ki, İmam Əhməd rahimehullah təala təfvidə heç işarə belə etmir. Ardınca İmam Əhməd nə deyir? Ayəni oxuyur. Fələ tədribu lillahil əmthəl. Allaha misallar çəkməyin. Nəhl surəsi 74-cü ayə. Çünki bu cür sual vermək, onun enməsi elmi ilədir, yoxsa nə? Allaha misal çəkməkdir. Qiyas etməkdir Allahı. Oxşatmaq da Allahı. Ona görə bu ayəni oxuyur. Sonra görün nə buyurur İmam Əhməd.
Yəni bu rivayət çox möhtəşəm bir rivayətdir. Buyurur ki, Allah istədiyi şəkildə elmi, qüdrəti və əzəməti ilə enir. Yəni təfvidçi sifətlərin mənalarının qapalı olduğunu etiqad edən bir insan belə bir söz deyə bilərmi? Allah istədiyi şəkildə və özdə nüzulu Allahın istəyinə bağlayır. Və bu da xüsusən yeni həmbəllər və ümumən bütün kəlamçılar Maturidiçi ilə, Əşarisi ilə bir yerdə qaçdıqları, ən çox qorxduqları mövzudur. Nə? Bunlar etiqad edirlər ki, Allah öz ixtiyarı ilə feil eləmir. İxtiyarı ilə Allah feil eləmir. Amma İmam Əhməd nə deyir? Allah istədiyi şəkildə, istək deyir də, elmi, qüdrəti və əzəməti ilə enir. Deməli, nuzul Allahın nəyinə bağlıdır? İstəyinə bağlıdır. İstəyir, nuzul edir. İstədi, istiva etdi. Buyurur, Allah istədiyi şəkildə elmi, qüdrəti və əzəməti ilə enir. O, hər şeyi elmi ilə əhatə etmişdir. Allahın əzəmətini heç bir dil tam ifadə edə bilməz və heç kim onun hökmündən və əhatəsindən kənara çıxa bilməz, qaça bilməz. Bu rivayət harada keçir? Lələkəyə rahimehullah Teala Şərh Usul Etiqadda 3-cü cild 502-ci səhifədə. Bu ikinci rivayət idi. Birinci rivayəti Yeni Həmbəli gətirib, həmin rivayətin başqa ləfsindən rivayət olduğu. Bu ikinci rivayət. Üçüncü rivayət. Həmbəl ibn İshaqdan rivayət olunur ki, o demişdir. Mən Əbu Abdullaha dedim, Allah Teala dünya səmasına enir. Dedi ki, bəli, Allah Subhanahu wa Teala dünya səmasına enir. Mən dedim, onun enməsi elmi ilədir, yoxsa nə ilədir? Bu zaman o mənə belə dedi. Bu barədə sus. Və mənə qarşı şiddətli qəzəbləndi, əsəbləşdi mənə. Sonra dedi, bu sənin nəyinə lazımdır? Hədis necə gəlibsə, elə də qəbul et, keyfiyyət vermədən. Burada tam fərqli bir sözdür İmam Əhməd rahmetullah. Yəni, birinci rivayətdən tam fərqli, ikinciden tam fərqli. Burada ancaq keyfiyyət vermə deməklə İmam Əhməd rahimehullah Teala kifayətləndi. Biz də bilirik ki, keyfiyyət vermə nə deməkdir? Biraz öncə də onu izah etdik. Bu harada keçir bu nəql? Əl-İbanətül Kubra, İbn Battanın İbanətül Kubrasında 7-ci cild 242-243-cü səhifələrdə. 4-cü rivayət. Əbu Abdullah Əhməd ibn Həmbəl dedi, biz bu mövzudakı, yəni sifətlər mövzundakı hədislərə iman edirik. Bu rivayət diqqətlə fikir verin. Biz bu mövzudakı hədislərə iman edirik, onları qəbul edirik və necə gəlibsə keyfiyyət vermədən elə də ötürürük, rivayət edirik. Allahın özünü vəsf etdiyi mənadan başqası yoxdur. La ma'na, belə deyir İmam Əhməd. La ma'na illə alə mə vasəfə bihi nəfsəhu Teala. Harada keçir bu? Əl-İbanətül Kubra, 7-ci cild, 58-ci səhifədə. Bu rivayətdə isə İmam Əhməd rahimehullah Teala tam fərqli bir ifadə işlədir. La ma'na, yoxdur məna, illə alə mə vasəfə bihi nəfsəhu Teala. Yalnız Allahın özünü vəsf etdiyi məna istisnadır. Uca Allahın sifətlərinə verilmiş bütün mənaları inkar edir. Bidət əhlinin verdiyi mənalardır bunlar. İnkar edir. Onun özünü vəsf etdiyi mənaları isə istisna edir. Onlar isə saxlayır. İmam Əhmədin sifətlərin mənalarının açıq olduğunu və qapalı olmadığını bəyan edən ən bariz kəlamlarından biridir. Və eyni zamanda da Yeni Həmbəlinin isnad etdiyi rəvayəti də açıqlayandır. Onun bu kəlamı. Çünki fikir verin İmam Əhməd rahimehullah Teala'nın bu sözünə. İmam burada istisna edir. Deyir ki, la ma'na illə alə mə vasəfə bihi nəfsəhu Teala. Allahın özünü vəsf etdiyi mənadan başqası yoxdur. Yəni, daha loru dildə desək, yoxdur məna, yalnız onun özünü vəsf etdiyi məna istisnadır. Əgər sənin İmam Əhməddən gətirdiyin la ma'na, məna yoxdur kəlamı, sifətlərin mənalarının qapalı olduğuna və o mənaların sir olaraq uca Allahın elmində gizli qaldığına dəlalət edirsə, o zaman İmam Əhməd rahimehullah Teala'nın burada istisna etdiyi mənalar nədir onda? İndi sən nə deyəcəksən İmam Əhməd rahimehullah Teala bu sözü ilə? La ma'na, yoxdur məna, illə alə mə vasa bihi nəfsəhu Teala. Yalnız Allahın özünü vəsf etdiyi mənalar istisnadır. Burada İmam Əhməd rahimehullah Teala Allahın elmində gizli qalan, qeybdə olan mənaları istisna edib, bizə gizli qalan və Allahın elmində olan bir şeyi istisna etmək səncə
Məntiqsizlik deyilmi? Deyil imam, sıravi bir müsəlman bunu belə etsə, əqlində ittiham olunar. Əgər bir şey insanlara qapalı olaraq Allahın elmindədirsə və qeybdədirsə, onu necə istisna etmək olar? Məgər istisna edilən şey məlum və aşkar olmalı deyilmi ki, istisna da sayılsın? Ərəb dilinin tələbidir bu. Misal üçün deyirsən ki, Mə cəə əhədun illə Zeyd. Zeyddən başqa heç kəs gəlmədi. Zeyd burada istisna olundu. Və bir kütlədən istisna olundu. Bir kütlədir, heç kim gəlməyib. Ancaq kim gəlib? Zeyd gəlib. Zeyd istisna olundu. Zeyd burada indi məlum olmalıdır ki, onun istisna edildiyi də bəlli olsun. Zeyd qapalı olsa, istisna olunduğu da nə olmaz? Bilinməz. Ona görə, yəni bu rivayət açıq, aydın şəkildə bizə göstərir ki, yəni zərrə qədər də işgal yeri yoxdur. Ki, İmam Əhməd sifətlərin keyfiyyətini uca Allaha həvalə edir. Amma sifətlərin zahirindəki mənanı isə təsdiq edir. Yəni Allah özünü necə vəsf edibsə, həmin məna üzrə ona layiq şəkildə qəbul edirdi. Rahiməhullah Teala. Əgər sən həqiqi həmbəli olsaydın, həqiqətən də həqiqi həmbəli olsaydın və həqiqi əsər əhli olsaydın, bu mövzuda rəvayətlərin hamısını cəm edərdin. Hamısını cəm etdikdən sonra İmam Əhmədin nə qəsd etdiyini bildirərdin və sənə inananları da zəlalətə sürükləməzdin. Yəni, əsər əhli dediyin insanların vəsfi budur. Əsər əhli belə edir. Əsər əhli bir məsələ ilə əlaqəli nə qədər əsərlər varid olubsa, hamısını cəm etdikdən sonra onlar fikir bildirirlər. Məsələn, bir örnək verim. Fərz edək ki, belə bir hədis var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dəstəmazın əvvəlində Bismillah deməyənin dəstəmazı batildir. Bu rivayətlə əlaqəli başqa 4 dənə rivayət var. O rivayətləri cəm etmədən bu rivayətə əsaslanaraq deyirsən ki, kim dəstəmazın əvvəlində Bismillah deməsə nədir? Dəstəmazı batildir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, dəstəmazın əvvəlində Bismillah deməyən dəstəmaz nədir? Batildir. Lakin o bir rivayətlərlə bunu cəm etdikdə ortaya çıxan hökm nə olur? Görsən ki, burada sən demə, Peyğəmbərin deməsi ki, dəstəmazdan əvvəl Bismillah deməyən dəstəmaza batildir. Bu, ibtala, yəni dəstəmazın batil olmasına dəlalət eləmir. Buradakı Bismillahın hökmü sən demə, müstəhəb imiş. Bu mənanı, hökmü haradan çıxartdın? Digər rivayətləri cəm etməyin. Əsər əhlinin xüsusiyyəti budur. Əsər əhli belə eləyir. Hava əhli nə eləyir? Quran və sünnətdə havasına uyğun olan ayələri götürür. Havasına uyğun hədisləri götürür. Elm əhlindən havasına uyğun əsərləri götürür, elə yola çıxır. Hava əhlinin xüsusiyyəti budur. Əsər əhlinin xüsusiyyəti belə deyil. Yəni, siz özünüzü əsər əhli saymaqla deyil ki, əsər əhlinin əlaməti sizdə yoxdur. Yəni, məsələ elmi baxımından tam aydındır və əks izaha yer qoymur. Bu əsərin yeni həmbəlilərin iddia etdiyi mənaya dəlalət etmədiyi açıq aşkardır. Bununla belə, bu yalnız sənin şəxsi fəhmindir kimi əsassız iddiaların qarşısını almaq üçün sözü gedən rəvayəti məhz elə bu şəkildə anlayan, məzhəbin mötəbər dayaq alimlərindən birinin fəhmini təqdim edirəm. Halbuki elmi obyektivlik baxımından heç buna ehtiyac yoxdur. Çünki belə açıq əsaslandırılmış bir izaha rədd etmək artıq elmi, yəni müzakirə deyil. Bu insafsızlıq və metodoloji ədalətsizlikdir. Deməli, asırıq Qadi Əbu Ya'la rahimehullah Teala'nın İbtalü Təvilat adlı kitabını. Səhifə 50. Qadi Əbu Ya'la diqqətlə qulaq as, gör burada nə deyir? Deyir ki, Qadi Əbu Ya'la Həmbəl İbn İshaqın rəvayətində İmam Əhməd belə demişdir. Həmin sənin gətirdiyin rivayəti oxuyur. Və sonra daha 2 rivayət oxuyur. Və diqqətlə qulaq as, sonra bu 3 rivayəti oxuduqdan sonra sonda nə deyir? Qadi Əbu Ya'la deyir, Həmbəl İbn İshaqın rəvayətində İmam Əhməd belə demişdir. Allah-u Teala'nın dünya səmasına enməsi, Allahın görülməsi, onun qədəminin cəhənnəm üzərinə qoyulması və buna bənzər mövzularda rəvayət olunan hədislər barəsində biz onlara iman edirik, onları təsdiqləyirik. Nə keyfiyyət, nə də məna yoxdur. Onlardan heç birini rədd etmirik. Əgər sənədləri səhihdirsə, bilirik ki, Rasulullah sallallahu aleyhi ve sellemin gətirdiyi haqdır. Sonra deyirik Qadi Əbu Ya'la.
Həmçinin Həmbəl İbn İshaq başqa bir rivayətində İmam Əhməd belə demişdir. Allah gülür, bunun necə olduğunu, necə güldüyünü bilmirik. Allah gülür, necə güldüyünü bilmirik. Yalnız Rasulullahı sallallahu aleyhi ve sellem təsdiq etməklə kifayətlənirik. Burada bir qədər dayanaq. Bu rivayətə baxın. İmam Əhməd deyir ki, Allah gülür, lakin biz onun necə güldüyünü bilmirik. Gülmək Allah Teala'nın sifətidir. Onun nu'utlarından, vəsiflərindən biridir. Yeni həmbəllərə görə onun mənası nədir? Qapalıdır. Muradını ancaq Allah bilir. Bunlara görə budur. Amma İmam Əhmədə görə nədir? İmam Əhməd deyir ki, Allah gülür, bunun necə olduğunu bilmirik. Necə güldüyünü bilmirik. İmam Əhməd Allahın necə güldüyünü bilmir. Yeni həmbəllər isə Allahın gülməsindən nə qəsd olunur onu bilmirlər. Siz necə onda İmam Əhmədə özünüzü mənsub edirsiniz? İmam Əhməd burada bilmədiyi nədir? Gülməyin necə olması. Allah necə gülür? Tamam. Siz isə deyirsiniz ki, ümumiyyətlə gülməyin mənası yoxdur. İmam Əhməd deyir ki, gülməyin necə olduğunu biz bilmirik. Bu, yəni açıq, aydın şəkildə təfvidi batil eləyir, təfvidi puç eləyir, təfvid nəzəriyyəsinin batil bir şey olduğunu nə edir? Bizə göstərir. Açıq aydındır. Allah gülür, necə güldüyünü bilmirik. Yalnız Rasulullah sallallahu aleyhi ve sellem təsdiq etməklə biz kifayətlənirik ki, yəni Peyğəmbər deyib Allah gülür, bizə deyirik Allah subhanahu wa ta'ala gülür. Necə gülür onu bilmirik. Qadəbi Ali davam edir. Sonra İmam Əhməd belə demişdir. Müşəbbihə, Allah'a məxluqa oxşadanlar deyirlər ki, Allahın görməsi mənim görməm kimidir, əli mənim əlim kimidir, qədəm mənim qədəmim kimidir. Kim belə deyərsə, Allahın məxluqlarına bənzətmiş olar. Bu da İmam Əhməddə təşbih və təcsim qavramı tam başqadır. Yeni həmbələr tam başqa. Yeni həmbələrdə, maturidilərdə, əşarilərdə, yəni insanın müşəbbihə olması üçün bu tam başqa bir şeydir. Hə? İslam alimlərində bu tam başqa bir şeydir. Bunlarda Platonun, Sokratın, Aristonun ilahın sifətlərinə dair, ilah hansı sifətlərdə olmalıdır, ilah hansı sifətlərdə olmamalıdır, onlar bu cür yanaşırlar. İslam alimləri başqa cür yanaşır. Onların da biri İmam Əhməd. Nə cür yanaşır? Desən ki, mənim əlim Allahın əli kimidir, təşbih bu zaman baş verir. İslam alimləri belə deyir. Biz bilmirik, siz nə deyirsiniz. Sonra Qadəbiyyələ deyir ki, deyir ki, kim Allahın görməsi mənim görməm kimidirsə, əli mənim əlimdir kim desə, qədəmi mənim qədəmim kimidir desə, kim belə desə Allahın məxluqatlarına oxşatmış olar. Qadəbiyyələ bütün bu 3 dənə rivayətdən sonra sonda görün nədir? Deyir ki, bu sözləri ilə İmam Əhməd açıq şəkildə bildirir ki, xəbərlərdə gələn sifətlər zahiri üzrə qəbul edilir, nə təşbih, nə də təvil edilir. Sifətlər təsdiq olunur zahirinə görə, təşbih etmədən, yəni oxşatmadan və bir də nə etmədən, təvil etmədən. Sənin gətirdiyin rivayətə la məna yoxdur. Deyirsən ki, İmam Əhməd deyir ki, sifətlərin mənası qapalıdır. Qadəbiyə deyir ki, İmam Əhməd əksinə demək istəyib ki, burada sifətlər zahirinə görə qəbul edilir. Oxşatmadan, təşbiyə yol vermədən və bir də təvil etmədən. Bu məsələ açıq aydındır, ətrafında danışmağa heç gərək belə nədir, yoxdur. İmam Əhmədin sifətlərin mənasını isbat etməsi. Bəli, bu açıq aydındır. İmam Əhmədin sifətlərin mənasını isbat etməsi açıq aydındır, bunu görəcəksən.